Axşamınız xeyir, dəyərli izləyicilər. Bu dəfə sizə videoda göründüyü formada bir chart hazırlamaq istəyirəm. Adına 3D konteyner chart deyilir buna. Və fikir verirsinizsə, hər dəfə rəqəmlərimiz dəyişdikcə elə bilin ki, balaca bankaların içindəki məhlulun forması, ölçüsü dəyişir. Belə bir maraqlı bir chart növünü biz necə yaradırıq? Mən bunun üçün yeni bir Excel səhifəsinə keçid edəcəm. Bizdə deyək ki, 4 rubun müəyyən göstəriciləri var və bunun üçün sadə olaraq təsadüfi ədədlərdən ibarət belə bir şey götürmüşəm. Faizlərimizi dəyişəndir. 3D konteyner chartına baxanda görürsüz orada müxtəlif hissələr var, komponentlərdən ibarətdir. Deməli, bunun bir hissəsi aşağı hissəsi var, yuxarı qapağı var, belə deyək, aşağı qapaq. Yuxarı qapaq var və orta hissələri var. Plus burada dolu məhlul var, dolu hissə və boş hissələr var. Biz bunu hansı formada yaradırıq? Öncə biz götürəcəyik boş sahəni. Deyək ki, biz bura yazaq boş sahə və bunun üçün sadəcə olaraq birdən çıxmalıyıq göstəricini. Bir bizdə 100%-ə bərabərdir. Yəni əgər KPI göstərici 85%-dirsə, boş qalan sahə 15% olacaq. Bu formada biz formulamızı kopyaladıq. Daha sonra biz götürürük alt qapağı üçün olan ərazini. Təxmini baxaq burada götürə bilərik hamısı üçün eyni fix bir faiz. Deyək ki, götürək 15%. Bu da eyni qaydada üst qapağımızı da götürə bilərik nisbətən kiçik, yəni hardasa bir 10% götürə bilərik. Və bizdə artıq orta hissə olacaq. Orta hissə birinci hissə və orta ikinci hissə. Baxın burada görürsünüz. Orta hissə burada bir bu sahədir və bir də ikinci hissədir. Bunun da hər birini 5% olaraq qeyd edə bilərik. 5% qeyd edirəm. Ctrl Enter düyməsini basaraq bütün xanaları doldururam. İndi gəlin yaradaq. Mən bütövlükdə Ctrl A edərək hər bir cədvəli seçirəm və gəlirik Insert menyusundan və burada Bar Chart qeyd edirik. Baxın, bar chartın da içində 3D Stacked Column chartı var. Baxın bunu. Bu formada götürdük. Edəcəyimiz şey nədən ibarətdir? Biz chartın üzərində sağ düyməni basıb Select Data'ya gəlsək, burada Switch Row Column var. Yəni sətir və sütunların yerini birinci dəyişməliyik. Aha. Və burada artıq rublər üzrə məlumatları görürük. Gəlin artıq məlumatları götürək. Bizə lazım olmayanlardan plus işarəsini basırıq. Bizə X, Y oxları lazım deyil. Bizə chart title lazım deyil. Grid line'lar lazım deyil. Sadəcə legend'ı saxlayırıq. Yəni legend baxın bu gördüyünüzdür. İndi baxaq görək ki, legendımızda nələr var. KPI özü var, boş sahəsi var, alt qapaq var, üst qapaq var və orta hissələr var. 1, 2. Amma chartın özündə orta hissə bir yuxarıda əks olunur və bir də aşağıda təsvir olunur. Ona görə biz nə edə bilərik? Orta hissəni bir dəfə də, baxın, orta hissələri, yəni bu iki sütunu bir dəfə də kopyalayıb və chartı seçəndən sonra Ctrl-V ilə onu paste eləyə bilərik. Sadə formada və gəldi orta hissələr. İndi gəlin biz ardıcıllığı edək. Yəni ardıcıllıq necə olacaq? Chartın üzərində sağ düyməni basıb Select Data komandasından biz, baxın burada ardıcıllığı bu şəkildə veririk. Deməli ən üstdə, yəni chartın aşağısından başlayaraq bizdə gəlir alt qapaq. Bunu yuxarı veririk alt qapaq. Sonra gəlir orta hissə 1, buradan orta hissə 2. Sonra bizdə gələcək artıq, bunu da biraz yuxarı verək. KPI-in özü, sonra boş sahə gəlir. Sonra orta hissə 2, orta hissə 1 və üst qapaq. Yəni ardıcıllıq bu şəkildə gedir. Alt qapaqdan başlayaraq ta üst qapağa qədər OK basırıq və burada artıq bu formada görürük. Edəcəyimiz növbəti iş nədir? Gəlin Legend da bizə lazım olmadığına görə seçib onu Delete düyməsini basırıq. Bu şəkildə və onu chartımızı silindir formasına gətirək. Bunun üçün mən nə edirəm?
Chartın özündə tutaq ki, data serieslərdən istənilən birini basıb Ctrl 1 düyməsi ilə format komandasını çağırıram. Baxın burada. Və gəlin aşağıda column shape-dən silindiri seçək. Bu formada götürürük və gap width nisbətən azaldaq. Tutaq ki, eləyək 80%, bir-birinə daha yaxın formada yerləşsinlər. Bundan sonra nə edə bilərik? Biz deməli yenə də chartın üzərində sağ düyməni basanda 3D rotation var. 3D rotationdan biz Y rotation olduğu kimi saxlayırıq, amma burada X rotation'ı 0 qoyuruq. Rotation olmasın və bu şəkildə bu formada. Hətta gap width biraz daha belə bir-birinə yaxın formaya gətirə bilərik. Məncə bəs eləyir. 65%. Artıq indi rəngləri düzəltməyin zamanıdır. Biz nə edirik? Alt qapaqların hamısını seçirik və yuxarıda açılan menyudan, format menyusundan sadəcə ora shape fill və ağ rəng veririk. Yuxarıda da eyni qayda ilə üst qapaqlarımıza da ağ rəng veririk. Baxın bu şəkildə. Sonra bizdə baxın burada rənglərə uyğun olaraq orta hissələr ki var. Baxın bu hissələr. Bunu da ağ rəngdə boyuyuruq və bu hissələri də ağ rəngdə edirik. Yerdə qalır bizim əsas artıq sahələr. Nə edirik? Data seriesi bir dəfə bastığımız vaxt, yəni KPI göstəricilərini hamı seçilir. Hər bir göstərici. Amma üzərinə ikinci dəfə basanda məhz bastığım silindir seçilir. Ctrl 1 düyməsi ilə yenidən format komandasını çağırırıq və burada fill keçirik, yəni içini doldurmaq üçün. Gəlin bunu götürək, gradient fill edək. Gradient fillin içində deməli götürək, bu type olaraq linear qalacaq. Ondan sonra direction olacaq. Baxın bu linear. Və burada gradient stop var. Çalışın stop 2 dənə olsun. Bəzi hallarda burada ortada da stop olur. Bizə o ehtiyacımız yoxdur. Stop 2 dənə olmalıdır. Başlanğıc və son rənglər və biz bunu götürürük. Birinci başlanğıc rəngi. Gəlin birincini seçək qırmızı rəng. İkincini isə sonunu götürək narıncı rəng. Bu formada aldıq. Və onu bu şəklə gətirdik. Eyni qayda ilə buradakı orta hissə ki var, üst qapaqdan aşağıda olanı, yenidən onu gradient eləsək, eyni rəngə boyanır. Və alt qapağın da üzərində olan bu orta hissəni də seçib yenə gradient eləyirik. Bu şəkildə. Və gəlin bu boş sahə ki var, boş sahəni də yenə gradient fill edək. Sadəcə olaraq orada transparency var. Transparency-ni nisbətən çoxaldaq. Yəni şəffaflığı çoxaldaq. Məsələn, 85% edək bu formada. Bu şəkildə gətirək. Eyni zamanda daha doğrusu gəlin bunu solid fill eləyək. Solid edək. Və bunu tünd rəngdəkini qeyd edək. Amma transparency-ni sadəcə 85%-ə qoyaq bu formada. Yəni vizual olaraq elə bilin ki, bir kiçik banka formasını almış olduq. Bu formada edirik. Eyni proseduru digər 3 silindir üçün də edəcəm. Birini göstərim yenidən. Orta ikincini etmək üçün seçirəm data series. Hamı seçilir. İkinci dəfə basanda məhz ikincini seçir. Yenidən gəlirəm fill, gradient fill. Bu dəfə biz götürəcəyik, deməli, direction yenə linear olmalıdır. Burada artıq başlanğıc rəng, yəni daha tünd rəngi, gəlin yaşıl seçək. Bu hissəni isə deməli ikinci rəngi götürək, nisbətən belə bu rəngi. Hətta biraz belə də götürə bilərəm. Biraz daha tünd. Bunu götürə bilərik. Eyni rəngi tətbiq eləyərəm. Baxın, middle line-a, yəni orta hissəyə gradient və bir də bura. Yenidən gradient edirəm və bu boş sahəni isə solid fill ilə doldururam. Sadəcə olaraq istifadə etdiyimiz tünd yaşılın rəngini götürüb transparency-ni yenidən 85% olaraq qeyd edirəm bu formada. Digərlərini rəng edəcəm. Baxın bu formada belə gradient, linear götürdük. Sadəcə yaşıl da deyil. Gəlin bu dəfə mavi rəng edək və
Sonuncu rəngini də mavinin açıq tonunu edək. Burada da onu tətbiq edək. Bunu, bunu isə boş sahəni yenidən solid fill edib mavi və 85. Sonuncunu edəcəyik. Sonuncunu gradient fill edəsək, sadəcə burada başqa bir rəng götürək. Məsələn, bənövşəyi götürə bilərik. Bənövşəyi rəngi. Tətbiq edirik bunu orta hissələrə də. Burada da eyni qayda ilə bunu isə artıq solid fill, tünd bənövşəyi, amma transparency-ni azaldıram və bu formada gəlir. Belə. Bizim artıq demək olar ki, chartımız hazırdır. Biraz daha yaxşı, qəşəng formaya gətirmək üçün nə edə bilərsiniz? Chartın ümumi ərazisini rəngləyə bilərik. Məsələn, gəlin burada yazıların düşməməsi üçün, çünki bunlar sadəcə köməkçi sütunlardır. Gəlin onların rəngini dəyişək. Sadə boz rəng qoyaq və yaxud bu rəngi qoya bilərik. Əgər bunu bu rəng etdiksə, deməli cədvəlimin Excel şitinin müəyyən bir hissəsini də əslində həmin rəngə boyaya bilərik. Tamamilə eyni olsun. Hətta buranı da bu formaya gətirə bilərik. Baxın bu şəkildə. İndi gəlin chartın öz ərazisini də belə yuxarıda format menyusundan, deməli format keçirik. Baxın bura format shape fill etsək, məhz həmin boz rəngi istifadə edə bilərik. Belə. Bu şəkildə deməli artıq əlavə təmiz bir görüntü aldıq. Sadəcə nə edə bilərik? Bizdə baxın aşağı hissələrdə faizlər yazılıb, KPI göstəriciləri, yuxarıda kateqoriyaların adları qeyd olunub. Eyni şeyi burada da tətbiq edə bilərik. Seçirik və plus düyməsindən data labelları aktivləşdiririk. Bu düzgün data labellar deyil, çünki alt qapağın data labellarıdır. Buna görə hamısını seçəndən sonra Ctrl 1 düyməsi ilə gəlirik və bu dəfə götürürük value from cells və məhz range olaraq biz KPI göstəricilərimizi qeyd edirik. Amma sadəcə burada həm KPI-in özü, həm də alt qapağın göstəriciləri çıxır. Biz sadəcə olaraq buradakı value, deməli, bu dəyərləri çıxırıq. Qalır sadəcə olaraq bizim göstəricilərimiz. Biraz burada şrifti böyüdüb format etsək, bu formada, aha, hər birində artıq öz göstəriciləri əks olunur. İndi nə edə bilərik yenidən? Öz rənginə gətirə bilərik. Məsələn, tutaq ki, mətnin özünü, yazısını format menyusundan tekstin üzərində tekst fill edib qırmızı rəngə boyaya bilərik. 60%-in üzərinə gəlib burada yaşıl rəng eləyə bilərik. Buradakını mavi rəng seçə bilərik. Hansını ki biz bayaq istifadə etmişdik. Və bunu da bənövşəyi rəngi götürə bilərik. Belə eyni ilə öz deməli məhlullarının rəngində olsun. Üst qapağı da aktivləşdirəndə yenidən plus işarəsindən yenə data labelları qoyuruq. Sadəcə olaraq burada da eyni qayda ilə data labelların üzərinə basıb və gəlirik bu hissədə götürürük kateqoriyaların adlarını. Bu dəfə kateqoriyanın adını götürürük. Yəni quarter 1, quarter 2, 3 və 4. Yenidən value sözünü seçmirik. Yəni bu hissəni götürürük. Qalır sadəcə quarterlar, rüblərim. Bunu da biraz böyüdürük, biraz bold edək və eyni qayda ilə yenə də rənglərini dəyişə bilərik. Və birinci rübü yenə biz götürürük text filldan birinci rəng, qırmızı rəng, daha sonra yaşıl rəng, üçüncü rübü biz deməli göy rəngdə və dördüncü rübü də biz bənövşəyi rəngə boyuyuruq bu formada. Müəyyən yenə də istəsəniz müəyyən format işləri aparmaq olar. Məsələn, mən alt qapaqları seçirəm. Format menyusundan burada shape effects var, effektlər var. Burada shadow, kölgə effekti və hər hansı məsələn bu kölgəni verə bilərsiniz. Baxın belə bir şey verə bilərsiniz ki, vizual olaraq həqiqi bir belə deyək silindrik forma alınır. Bu bizim 3D konteynerimiz chartdır.
və siz hər dəfə e, rəqəmlərinizi dəyişdikcə dinamik şəkildə dəyişir. Bu qədər. Ümid eləyirəm sizə də maraqlı oldu. Belə maraqlı diaqramları tez-tez paylaşacağam. Uğurlar, kanalı izləməkdə qalın.